videoda sizinlə hüquq fəlsəfəsinə səyahət edəcəyik. Ex turpi causa oritur non actio prinsipindən danışacağıq. Hərfi tərcüməsi belədir. Qeyri-qanuni və əxlaqa zidd səbəbdən dolayı iddia hüququ yaranmır. Sadə dillə desək, əgər özün çirkli əllərlə gəlirsənsə, məhkəmə sənə kömək edə bilməz. Bu prinsip Roma hüququndan gəlir və onun arxasında dərin bir fəlsəfə dayanır. İngilis filosofu John Locke'un nəzəriyyəsindən belə bir nəticə çıxır ki, hüquq ancaq ədaləti qoruyur, ədalətsizliyi deyil. Kant isə bunu ifadə etsəydi, belə ifadə edərdi. İnsan öz hüquqsuzluğundan hüquq hasil edə bilməz. Yəni Kantın hüquq fəlsəfəsində də insanın öz qanunsuz əməlindən hüquqi üstünlük əldə etməsi qəbul edilmir. Hüquq sistemi bir güzgüdür. Əgər sən ora çirkli üzlə baxırsansa, sənin əksini göstərməkdən imtina edir. Holmanın Johnsona qarşı 1775-ci il tarixli məşhur bir məhkəmə işində kontrabanda, yəni qaçaqmalçılıqla mal satan şəxs pulunu ala bilmir və məhkəməyə üst tutur. Məhkəmə isə Holmana belə cavab verir. Qanunsuz işdən doğan hüquq məhkəmədə qorunmur. Yəni sən pulunu tələb edə bilmərsən. Və ya başqa nümunə, 2 nəfər şəxs bir dələduzluq sxemi qurur. Şəriklərdən biri sonradan digərini aldadır. Aldadılan şərik məhkəməyə müraciət edir. Məhkəmə isə belə cavab verir. İkiniz də eyni çirk hapsindəsiniz. Buna görə də birinizin digərinə qarşı olan iddiası təmin edilə bilməz. Latınca bunu belə ifadə edirlər. Impari delicto potior est conditio defendis. Yəni eyni təqsir içində müdafiə tərəfinin mövqeyi daha güclüdür. Fyodor Dostoyevskinin Cinayət və Cəza əsərini xatırlayın. Raskolnikov cinayət törədir və sonra daxilən ədalət axtarır. Hüquq sistemi isə ona belə bir cavab verir. Əvvəlcə öz çirkli əllərinə bax. Təsəvvür edin ki, başqasının bağından meyvə oğurlarsınız və həmin meyvəni yeyərək zəhərlənirsiniz və sonradan bağın sahibini məhkəməyə verirsiniz. Məhkəmə ilk öncə sizdən soruşacaq. Sən o bağda nə axtarırdın? Hüquq nəzəriyyəsində bu prinsip 2 böyük məktəbə dayanır. Təbii hüquq məktəbi deyir, hüquq əxlaqdan ayrılmazdır. Əxlaqa zidd tələb hüquqi tələb ola bilməz. Pozitivist məktəb isə daha praqmatikdir. Deyir ki, məhkəmə öz nüfuzunu qorumaq üçün çirkli işlərə qol qoymamalıdır, əl uzatmamalıdır. Hər iki yol eyni nöqtəyə çıxır. Yəni, çirkli, təqsirli əllərlə ədalət istənilməz. Bir vəkil kimi sizə deyirəm, hər müqaviləyə girməzdən əvvəl, hər sövdələşmədən əvvəl özünüzdən soruşun. Bu iş bir gün işığına çıxarsa, məhkəmədə iddialara cavab verməyə hazırammı? Əgər cavab xeyirdirsə, ex turpi causa sizin əleyhinizə işləyəcək. Növbəti videoda görüşənədək diqqətiniz üçün təşəkkür edirəm.